İndi isə gəlin mövzumuzun testləri ilə tanış olaq. Sual 1. Psixologiya elminin inkişafında əsas rol oynamış təlim hansıdır? İdealist, A. B. Materialist, C. Determinist, D. Pragmatizm, E. Eksistensializm. Burada biz öncəki dərsdə keçdik ki, əsas iki təlim olub psixologiya elminin tarixində, idealist və materialist. Və bu iki təlimdən materialist təlim əsas rol oynamış bir təlim olaraq özünü göstərmişdir. İkinci sual. İnikas sözünün mənası nədir? Biz dedik ki, inikas materiyanın ən ümumi xassəsidir və burada iki obyektin qarşılıqlı təsir prosesi və onun nəticəsi nəzərdə tutulur. Sözün özünün mənası isə əks olunmaq deməkdir. Sual 3. Reflektor sözünün mənası nədir? Təsvir edirəm, əks olunma, əks olunan, psixikanın məzmunu cəlb olunma. Reflektor sözünün mənası latın dilindən əks olunan deməkdir. Növbəti, hələlik sonuncu sualımız, psixi fəaliyyətin mexanizmi nədir? Biz bu haqda da danışdıq ki, psixi fəaliyyətin mexanizmləri bu və ya digər psixi prosesi həyata keçirən konkret anatomik fizioloji aparatın işi ilə bağlıdır. Yəni burada əvvəllər fizioloqların məşğul olduğu sahə olmasına baxmayaraq, hal-hazırda psixoloqlar da bu sahədən məşğul olurlar. Deməli, düzgün cavabımız B. Psixi həyata qanunyuğunluqlar deyil, C. Psixoloji faktlar D. Özünü müdafiə, özünü tənzim etmə deyil. Düzgün cavab A variantı konkret anatomik fizioloji aparatın işi. Diqqətiniz üçün çox sağ olun.